Xoş gəlmisiniz. Bizim bugünkü videomuz bufer necə çıxarılır o olacaq. Birinci istədiyimiz maşını seçək. Mən buradan girib 07-ni seçəcəm. 07-ni aldıq. İndi oyunun verdiyi bu qara maşın. Bunu gəldik. Bura bufer yerinə gələcəyik. İkinci buferi buradan basarıq. Birinci ilə işimiz olmayacaq. İkinci buferi basaq. Game Guardian'ı açacağıq. Buradan car parking seçəcəyik. Yuxarıda car parking sağında yer var. Buna basırıq. Yaddaş aralıqlarını seçin. Basın. Buradan bir dənə anonymous olacaq. Yadda saxlayın. Keçirik həminki yerimizə. Burada lupa şəkli var. Baxın, üstündə basam. Ona bir dəfə basın. 1 yazın. 3 dənə sual işarəsinə basıb doğru seçin. Yeni axtarışa basın. Sonra isə 3-cü buferi basaq. Game Guardian açaq. Elə açdığımız kimi heç nəyə basmadan 2-yə basın və saflaşdırmağa. Atacaq. 4-ə basın. 4-cü buferi basıb 3 yazırıq. Saflaşdırmağa basaq. Heç nə almadan yuxarıdan çıxarıq buradan. 17-yi seçərik. Girək bufer yerinə. Buradan indi 0 birinci buferi burada almalısınız birinci. Aldıqdan sonra üstünə basın. Girin Game Guardian'a. Sonra bu qələm işarəsi var ha. Bunun adı dəyişdirdi. Basıram bura. -9. Bəli. Buferi taxırıq. Dal buferi basırıq. G-yi atırıq. Qələm işarəsinə basırıq. Yəni bura -9. Bəli. Arxa buferi taxırıq. Başqa maşına keçirik. 17-yə basırıq və bum. Buferlər çıxdı. Dostlar, like atmağı, abunə olmağı unutmayın. Əgər 30 like bu videoma gəlsə, Game Guardian'ın quruluşunu çəkəcəm və digər videolarımda başqa hilələrdən də istifadə edəcəyik. Gördüyünüz kimi coin'im mənim pulum hilə ilə almışam. Sağ olun.